Talih, bəs ləhcə zarafatı haqqında nə düşünürsən? Əslində ləhcə zarafatı deyəndə nəyi nəzərdə tutursan? Ué, mensur! Ué, sen niyə? Var, elə xanazad. Mən çox normal baxıram açıq ona. Niyə normal baxıram? Yəni Baxla, bir belə deyim, personaj, bir personaj bölgə insanını təmsil edirsə, o elə danışa bilər. Bildim, amma bütün oyunu, bütün zarafatını, Ué, mensur. gücü ancaq ləhcəyə verib eləmək. Tamamilə %100 ləhcə üzərinə qurulu bir. O materialdan asılıdır. Ssenari zəifdir. Ssenari yaxşıdırsa, necə danışmaqdan asılıdır. Fərqi yoxdur. Ssenari pisdirsə, lap pisdir, lap nə bilim, natik belə. Ritm qrupu. Yox, ASTV-nin aparıcısı kimi, xəbər aparıcısı kimi danışsa da gülməli. Əgər Amma material Astrid gülməlisə, aparatlar natik də elə. natik yəni o Natik sözün qarşı, mənasında. O bilər spikerdir, onlar natik. Çünki biz Azərbaycanda görürük, türklər də eyni şeydən istifadə edir, ruslar da istifadə edir, ingilislər də istifadə edir. Orada Ruslarda Wales nəsə var. ləhcəsi, Scottish ləhcə ilə mırtdaşırlar var. və onun üstündə yumor qururlar. Ruslardan ötə mən heç indiyə Boğumu qıldıyırlar və s. Mən indiyə kimi heç rus ləhcəsi. Ha, yox. Məsələn sən bilirsən. Bilmirsən axı. bilir. Biz dili Mən bilmədiyimiz yəni tam belə bilmirəm bu hansı regionun ləhcəsidir. Yox, Amma ümumi işte məsələn tutalım ki də normal rusca və bir dənə ləhcə hə rusca. var. Qopnik yansıdaya ruscası var. bilərsən. Yox, mən rus dili daşıyıcısı deyiləm yəni. Daşıyıcı. daşıyıcı Elə bir zarafat. virus zatdır. Amma bəs dur dərsə gedim. Antaklavska.